Gör nə gözəl adı var, dəniz. Kakras biz elə dənizin yaxınlığındayıq. Biz dənizi təbrik edirik. Əl çalın. Buyur xanım. Gəl yanında. Gəl, təbrik edirəm. Adın nədir? Maması ilə. Gəl, təbrik edirəm. Dur, uşağı, hə. Əl çalın. Əl çalın, bu uşağı. Adın nədir, gəl. Bu bizim yeniyetmə rəssamımızdır. Balaca balamızdır. Ayselli tələbəmdir. Aysel də tələbədir. Bakı Mühəndislik Universiteti dizayn yazarı. Bizim balaca şəhid balamızın balasıdır. Bəli. Allah rəhmət eləsin. Çünki bu belə gözəl yaşamımızsın. Biz həqiqətən şəhidlərimizə, Ali Baş Komandamıza və qazilərimizə öz minnətdarlığımızı, təşəkkürlərimizi deyirik ki, bugünkü gün indi oğlu gəlib, burada rəsmlər çəkir, uşaqların ürəyi açılıb. Burada gözəl tədbirdədirlər. Buna görə də mən valideynlər çox sağ ol deyirəm, təşəkkür edirəm və yenə də deyirəm, Allah şəhidlərimizə qəni-qəni rəhmət eləsin. Onlar canlarını verdilər ki, biz bu günlərə çıxaq. Ali Baş Komandana da öz təşəkkürümüzü bildiririk ki, siyasətində yekdir də bu insanı mən çox sevirəm. Bəli, o siyasətin nəticəsində bizim ölkədə hələlik ki, yenə də əmin-amanlıq sülhdür. Təbrik edirəm, baxın. Gəlsiniz. Bir gəl, biraz başdan ora kameraya, mənə yox. Bakı Mühəndislik Universiteti dizayn yazarı. Təbrik edirik, uşaqlar. Gəlin, uşaqlar, bir gəlin. Xəlilli Fidan Azərbaycan Dövlət İqtisad Universiteti dizayn yazarı. Aysa, o sana bilinir ki, rəssamdır, dizaynerdir, Mikhailo. Bir dəqiqə çəkim şəklini sonra. Əla, xoşum gəldi. Bax, belə danışır, gəl. Adını deyil. Məlikov Elvi 5-ci sinifdə oxuyur. Kim? Məlikov Elvi. Məlikov Elvin. Məlikov Ülvi. Məlikov Ülvi. Gözləş danışda, general kimi danış. Təbrik edirəm Ülvi, necə belə gözəl tədbirlərdə iştirak edirəm. Uşaqlar əl salın Ülvi üçün, bizim gənc yeniyetmə rəssamımızdır. Adını deyil, ora bax, kameraya. Məlikova Sitarə 4-cü sinifdə oxuyur. Məlikova Sitarə 4-cü sinifdə yeniyetmə rəssamdır. Sağ ol, sənə yaradıcılıq uğurlar arzu edirəm, sağ ol. Gəlin qızlar, gəlin, kim qaldı, tez eləyin. Bakı Mühəndislik Universitetinin dizayn üzrə 3-cü kurs tələbəsi Emiliya Abbaszadə. Təbrik edirik Emiliya xanım. Təşəkkür edirik. Burada gözəl əsərlər yaratdınız. Çox sağ olun. Sağ olun. Bir gəlin tez-tez. Şəkil bir də göstər, nə gözəl şey. Baxın, nə gözəl şəkil var. Melisa'nın şəklinə baxın. Gül, çiçək, bax, çünki yeniyetmə də olsa onun arzuları istəyir ki, vətəni güllü, çiçəkli, belə gözəl bir rəsm kimi olsun. Biz təbrik edirik, sertifikatını da veririk, sənə təbrik edirik. Sağ olun. Çəkin. Nə oldu qızım, təbrik edirik. Gəl. Ora bax, kameraya. Kameraya bax, danış. Adım Nilay Seyidzadə. Adı Nilaydır, bizim yeniyetmə rəssamlarımızdandır. Təbrik edirəm Nilay səni. Sağ ol qızım, sağ ol. Nilay, bax şəkli bir çəkim. Bax ora. Növbəti. Bizim balaca qızımız, balaca hörüylü qızımız. Adın nədir? Yaxına gəl. Zəhra 311 nömrəli. Azadə bizim qızımız. Qayaqdan gözəl şəkillər yaradır. Bulvarın şəklini çəkmişdik, tarixi abidələrimiz. Biz də onu sertifikatla ödüllendiririk. Təbrik edirik, əl salın uşaqçın. Təbrik edirik, gözəl. Növbəti tez-tez gəlin. O igid oğlan. Kimdir? Əlizadə Məhəmməd 311 nömrəli. Əlizadə Nicat. Məhəmməd. Adın nədir Məhəmməd? Məhəmməd, biz səni təbrik edirik. Sən yeniyetmə, gənc oğlan, rəssam. Çox gözəl bir professor seçmişsən. Gələcəkdə mən arzu edirəm ki, sən vətənimizə, xalqımıza yararlı bir rəssam kimi, dizayner kimi, bir incəsənət mədəniyyətimizi qoruyan bir insan kimi gedəsən, olasan. Yaxşı, təbrik edirik.
Hə, gəl. Ayşə Məmmədli, Bakı Mühəndislik Universiteti dizaynı. Aha, çox gözəl. Biz də səni təbrik edirik. Ayaqdan gözəl şəkillər çəkin. Bizim xanımımızı da çək. Hə. Təbrik edin, el çalın da. Çalın, el çalın da. Bu alanlar. Hə. Adını oxu kamera. Hülya Kərimli, Bakı Mühəndislik Universiteti dizaynı. Hə, mühəndis xanımdır, rəssamdır, həm də dizayndır. Burada göründə qədər bunlar rəng gətirdilər, işləyirlər bayaqdan. Mütəmadi. Təbrik edirik, can sağlığı, uğurlar. Əl salın, əl salın. Hə. Ləman Aslanlı, Bakı Mühəndislik Universiteti dizayn ixtisası. Təbrik edirik Ləman. Sizin əsərlərinizi gördük bayaqdan. Mən çox sevinirəm. Tələbəm mən, həmin o Rasim müəllim də mənim tələbəmdir. Siz də onun tələbələrisiniz. Mən arzu edirəm ki, sizin də gələcəkdə belə gözəl tələbələriniz olsun. Sağ olun, var olun. Tez gəlin qızlar. Davodova Mehriban, Bakı Mühəndislik Universiteti dizayn ixtisası. Bakı Mühəndislik Universiteti. Sağ ol qızım, çox gözəl əsərlər yaratmısan. Ona görə də biz səni təbrik edirik. Uğurlar arzu edirik, yaradıcılıq uğurları. Gəlin. Adınız, kamerayla. İdrisova Türkan, Bakı Mühəndislik Universiteti dizayn ixtisası. Aha, çox gözəl. Siz bizim Respublikanın gələcək dizaynerləri, şəhər salma, bütün rəssamları, memarlıq, bu xanımlardan soruşacaq həmin binalar, şəhərin gözəlləşməsini. Təbrik edirəm qızım. Çox sağ olun. Sağ olun. Gəlin. Sən də başdan. General kim danışır? Cəmil Səfizadə, Bakı Mühəndislik Universiteti dizayn ixtisası. Təbrik edirik. Bayaqdan fikir verirəm, bu bizim gənc tələbələrimiz elə qəşəng rəsmlər çəkirlər burada. Mən özüm səhərdən baxıram. Çünki onun Rasim müəllim kimi müəllimi var. Başqa müəllimlər Ona görə də var. sizə yaradıcılıq uğurlar deyirik. Sağ olun. Gəl. Turan Nurlayev, Şəkildə də göstər. Bakı Mühəndislik Dizayn Fakültəsi. Aha. Təşəkkür edirəm. Mən də sizə təşəkkür edirəm ki, bu il gəldiniz, rəsmlərimizi yaratdınız. Həm də ki, bu təbiətin qoynunda, Azərbaycanımızın tarixi abidəsində belə gözəl əsərlər yaratdınız. Mən gələcəkdə yaradıcılıq uğurlarınızı İnşallah. Sağ olun, var olun. Sağ olun. Sonra uşaqlar, kim qaldı? Uşaqlardan kim qaldı? İndi. Xəlil Fərid bizim gənc rəssamlardandır. Tələbəsi nə? Tələbə? Orta məktəb. Deməli, yeniyetmə tələbələrimіздəndir. Sənə yaradıcılıq uğurları arzu edirəm. Sağ ol, var ol. Uşaqlar təbrik eləyək. Sağ ol. Sonra kim qaldı da var ki, mən bayaqları təqdim elədim bizim layihənin başlanğıcında. Burada bizim tələbələrin görürsünüz ki, necə gözəl tələbələr var və onların müəllimi, mənim tələbəm Rasim müəllimə təbrik edirik. Uşaqlar təbrik edin müəllimimizi, təbrik edin, sağ olun. Rasim müəllim iki kəlmə danışa bilərsiniz. Çox sağ olun, təşəkkürlər Minay müəllim. Layihəmizdə daim uğurlar arzulayıram. İnşallah növbəti layihələrdə də öz tələbələrimizlə birlikdə iştirak edəcəyik. Bakının baş memarı. Bəli. Balaca adam deyil, doğrudan. Qarabağda hərbi şəhərciyi müəllif olmuşam. Gözəl layihələri var Rasim müəllimin. Bildiyim o bir sıra. Gözəl layihələri var Rasim müəllimin də, dizaynı mən görmüşəm. Onun da memarlıqda öz adı var, vəsifəti var. Təbrik edirəm Rasim müəllimsə can sağlığı arzulayıram. Belə gözəl tələbələrimiz var. Bayram müəllim, bəs sizin şəkilinizi kim çəkəcək? Sağ olun. Bu da bizim. Sonra Natiq müəllim, sizi kim təqdim edir? Biz Natiq müəllimi də fotoqraf haqqında, Bayram müəllim də, Natiq müəllim də uzun illərdir bizim Zirvə Ziyalılar Təşkilatında çalışırlar. İllər boyu çalışırlar, özü də vicdanla, ədalətlə, çox gözəl operator və fotoqrafçılar. Respublikanın yarısının demək olar ki, bütün tədbirlərini onlar aparıblar, çəkilişlərində, fotolarında. Təbrik edirəm Natiq müəllim. İndi isə eləmişik ki, bu çörəklər 2 nəfərə olur. Bir dənəsi doludur içi. Buyurun. Sağlar.
Kimdə aldı deyə? İştirakçılar gəlsinlər, gəlsinlər.